Salam əziz izləyicilər. Bu paltarı ben təmir elədim və içinə atdım bəzi cır-cındır yoxlamaq üçün, görüm nə eləyir. İşləməyinə işlədi. İşləməyinə işlədi, amma bir problem çıxdı ortaya. Mən bunun bakını, axıdan yeri var idi, onu yamadım. Amma bu zaman o üzbüzə çevirdim də tək adama çətindir. O çevirən zaman böyrü üstə, ağzı üstə bunu yıxmalı oluram. İndi bax, fikir verirsinizsə, bax bu qapağın alt tərəfində boşluq var. Üst tərəf kip oturub, alt tərəf pis oturub. Və problem nədədir? Bax bu hissə belə yomrulubdur. Mən bunu paxırışqanın üstünə çevirdim. Paxırışqa buradan tutub. O çevirən zaman ağrı düşüb, bura yomrulubdur. Ona görə buradan damcı su axıtmağa başladı. Yerdə də görünür o damcının yaratdığı göl. İndi bunun əlacını fikirləşirəm. Nə cür eləyim? Nə cürsə o hissəni geri qaytarmaq lazımdır. Yomruğu düzəltmək lazımdır. Amma ondan ötürü də əl girmir ora. Barabanı təzədən mi çıxartmaq, ya xüsusi alət düzəltməliyəm. Bu aradan salım onu bu tərəfə çəkim özümə tərəf ki, bu olmasın. Bax, görün nə qədər boşluq var. Kip oturmuş, suyu süzür aşağı. İndi qarşımda duran bu problemdir mənim. Bir ideya təklifiniz varsa deyə bilirsinizsə, bana çox xoş olar. Buradan bu rezini çıxardıb bunu bu tərəfə çəkmək olmur. Nəysə bir alət lazımdır ki, möhkəm bir yerə onu diriyib bunu qaldırım ki, bu qayıtsın geri. Kimin təklifi varsa desə, çox minnətdar olaram ona. Elə bir alət nə görməmişəm.